Salam, hər vaxt xeyir olsun əziz izləyicilər. Bu videoda da sizlər üçün dim test toplusu 1-ci hissədən 13-cü isbat məsələsini həll edəcəyik. Başlayaq suala. Demək, bizə deyir ki, bərabər tərəfli ABC üçbucağının AC tərəfi üzərində qurulmuş yarımçevrə. Demək, bir bərabər tərəfli ABC üçbucağı verib və AC tərəfi üzərində yarımçevrə qurulub. Yarımçevrə və D və Y nöqtələrində toxunur. Daha doğrusu kəsir. ABC. Deyir ki, iki tərəfi ilə 3 hissəyə bölünmüşdür. AD bərabərdir. AD qövsü bərabər DY qövsünə, o da YC qövsünə bərabər olduğunu ispat edin. Demək, bu və bunun bərabər olduğunu ispat eləmək istəyir bizdən. Bilmirik bərabərliyin, ona görə bunları silim. Demək, AD qövsünün kongruent DY qövsünə, onun da kongruent YC qövsünə olduğunu ispat etməliyik. AC diametr olduğuna görə onda mərkəz nöqtəni qeyd edirəm və bunları Y və D ilə birləşdirirəm. Y və D ilə birləşdirirəm. Bunlar çevrənin radiusları olduğuna görə bir-birinə bərabərlərdir. Və bərabər tərəfli olduğuna görə 60 dərəcədir bunlar bucaqlar. Və buradan da alırıq ki, onda bu 60 ise bu üçbucağın O deyək buna. AOD üçbucağının yan tərəfləri bir-birinə bərabərdir. Onda bu bucaq da 60 olacaq. Onda 180-dən 120 çıxanda 60 qalacaq buna da. Eyni qayda ilə buna da 60-60, burada 60 qalacaq. Bu da açıq bucaq da eyni qayda ilə 60-60, ortaya da 60 dərəcə qalacaq. Və buradan deyə bilərik ki, mərkəzi bucaq qövslə ölçüldüyünə görə onda AD qövsünün 60 dərəcə olduğunu deyə bilirik. Eyni qayda ilə 60 dərəcə isə DY qövsü də 60 dərəcə olacaq və YC qövsü də eyni qayda ilə 60 dərəcə olacaq və bunlar üçü də bir-birinə bərabərdir. Və beləliklə AD-nin DY-yə, onun da YC-yə bərabər olduğu isbat olundu. Belə əziz şagirdlər, bununla da 13-cü isbat məsələmiz sona yetdi. Sağ olun. Növbəti videoda görüşmək ümidi ilə.